Minimalizmlə bağlı araşdırma apararkən çox maraqlı bir cümlə diqqətimi çəkmişdi. Həyatda ən böyük xoşbəxtlik itirməkdir. Yəni məğlub olmaq. Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsaydım, bəlkə də mahiyyətini başa düşməyəcəkdim. Bəlkə də bu inkar eləyərdim. Bəlkə də əksini sübut eləmək üçün çalışardım. Bəzən də bunları həqiqətən də olduğunu anlamaq üçün çox dəlil gətirərdim buna. Lakin indi bu yaşdan söhbət gedir. İndi az da olsa anlayıram. İtirmək doğrudan da bəzən tapmaq deməkdir. Nə mənada tapmaq? Məsələn, belə düşünək ki, biz hər zaman qalib gəlmək demək deyil. Bəzən məğlub olmaq əslində elə qalib gəlməkdir. Çünki istənilən halda məğlubiyyət və itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün təcrübə və vasitələri gətirir. Sənin məğlubiyyətin böyük bir qələbəyə çevrilə bilər. Əgər bunu sən vaxtında başa düşə bilsən və vaxtında addım atmağa bacarsan, sənin məğlubiyyətin çox böyük bir qələbə olar. Bu andan sonra sənin həyatda iki seçimin olur. Ya qaranlığı lənətləyib qapqara bir həyat yaşayacaqsan, ya da bir şam yandırıb həm özün üçün, həm də digərləri üçün ətrafı işıqlandırmağa çalışacaqsan. Çox sevdiyim yazıçı olan Gandhinin gözəl bir sözü var. Gandhi deyir ki, görmək istədiyin dəyişikliyin nümunəsi ol. Ətraf nə qədər qaranlıq olsa da, nə qədər qəlbi qara, ruhu qara insanlarla dolu olsa da, sən günəş ol, işıq saç, ümid ol insanlara. İnsanların hələ də insanlığın var olduğuna inanma səbəbi sən ol.